Neftçi Qarabağ oyunu ətrafında gərginlik pik həddə çatıb. Derbiyə nə az, nə çox 17 gün qalır. Amma indidən aləm bir-birinə dəyib. Bilməyənlər də agah olsun. Deməli, 18 fevral evdə Çempionlar Liqasının play-off mərhələsində Newcastle qonaq edəcək Ağdam klubu 3 gün sonra Premier Liqada Neftçinin qonağı olmalıdır. 24 fevral İngiltərə səfərində meydana çıxacaq kollektivin yaxşı dincəlməsi üçün Qarabağ derbinin təxirə salınmasını təklif edib. Ağdam klubunun dar günündə əzəli rəqibi ondan üst çevirib. İlkin narazılıq dalğası Neftçi azarkeşlərindən gəlib. Forza Neftçinin rəhbəri Səccad Abbasov sosial şəbəkə hesabından sərt çağırış edib. Stat, dediyinizə görə ikinci heyətiniz belə Premier Liqada tək ayaq oynayar. Ancaq iş nəticəyə gələndə meydandan qaçırsınız. Neftçi rəhbərliyi də bilməlidir ki, bir mənalı şəkildə bu maç baş tutmalıdır. Paytaxt klubunun rəhbərliyi belə vəziyyətdə azarkeşinin yanında olaraq Qarabağ tərəfinin təklifini geri çevirib. Neftçi cəbhəsinin israrı heç də boşuna deyil. Ağqaralar sonuncu dəfə 2021-ci ilin 19 mayında Qarabağı 1-0 məğlub edərək çempion olub. Mərdəkandakı maçda itirilən çempionluğa qəzəblənən Ağdamlıların hirsi arxada qalan 6 ildə soyumayıb. Təsadüfi deyil ki, sonraki 19 qarşılaşmada bir bərabərlik qeydə alınıb. Digər 18 maçda Qarabağ qalib gəlib. Qapısında 60 gol görən Neftçi cəmi 6 dəfə özü qola sevinib. Son 6 maçda qol belə vura bilməyən Bakırlılar öz qapısında 18 gol görüb. Neftçi rəqibinin üzləşdiyi sıx qrafikdən istifadə edərək 6 ildən sonra onu məğlub etməyi düşünür. Tilsimi qırmağa bundan yaxşı fürsət. Yəqin ki, bu məqam köhlən atlara da xüsusi motivasiya vermiş olacaq. Çempionluğun itirilməsini bağışlamayan Qurban Qurbanov Neftçiyə uzatdıkları əlin geri çevrilməsinə də etinasız qalan adam deyil. Deməli, gərginlik bir qədər də artmış olacaq. Futbol belə prinsipiallığı, rəqabəti çox sevir. Elə azarkeşlər də, maçda isə hələ çox var. Nələr olacaq, nələr yaşanacaq, indidən demək çətindir. Hazırda ən çox danışılan məsələ isə Neftçinin Qarabağın istəyinə yox deməsidir. Futbol ictimaiyyəti ikiyə parçalanıb. Buna görə Neftçiyə haqq verənlər kimi qınayanlar da az deyil. Və siz nə düşünürsünüz? Neftçi Qarabağın derbini təxirə salmaq təklifini geri çevirməklə düz edib, yoxsa yox? Fikirlərinizi şərh bölümündə yazın.